Elçin müəllim, o bəyərki sual verəcək. Matəm mərasimi. Matəmlə bağlı. Buyurun. Bax, Elman müəllim, bax bu görüntülər dediyimiz kimi İmam Rıza məscidindəndir. Evet. Orada vətəndaşlar, dini nümayəndələri və s. bir gəlib müəyyən yas keçirdirlər, xatirəsini anırlar və s. Amma rəsmi yas mərasimi hələ elan olunmuyor. Rəsmi ilə bağlı söyləmək istəyirəm. Bir ölkədə ki, ali dini rəhbərin ölümü ilə bağlı 40 günlük matəm elan edilib. Deməli, ona adekvat, ona uyğun səviyyədə dəfn mərasimi keçirilməlidir. Görünür ki, dəfn mərasiminə də dövlətin ali rəhbərliyi səviyyəsində təmsilçilik olmalıdır. Yəni nazirlər, deputatlar, yüksək vəzifəli generallar və s. hamısı təmsil olmalıdır həmin yas mərasimində. Onların hamısını müharibənin getdiyi, hərbi əməliyyatların getdiyi bir vəziyyətdə bir yerə toplamaq nə dərəcədə məntiqidir və buna gedilə bilər. Mənə elə gəlir ki, burada yenə də Vaşinqtonla, Təl-Əvivlə, deməli, diplomatik kanallarla danışıqlar olacaq ki, filan saatdan filan saata qədər dəfn mərasimidir. Orada ölkənin deməli, ən önəmli şəxsləri gələcəklər və bu nöqteyi nəzərdə həmin saatlarda atəşkəs ola bilər ki, dəfn mərasimi keçirilsin. Çünki dəfn mərasimi təyin edilə bilər və orada generallar gəlmir, orada nazirlər gəlmir, onu kim dəfn edəcək? Yaxşı, onda sualı başqa... Siz necə düşünürsünüz Elman müəllim? Əgər qarşı tərəflə razılığa gəlinsək ki, problem yoxdur, qarşı tərəf doğrudan da zərbə endirməyə bilər? Yox, bu deyirəm ki, o artıq onu da... Kim ona inanır? Yəni bu sövdələşmə predmeti deyil. Yox, birisi necədir? Çünki əks halda o dəfn mərasimi alınmaz. Yaxşı, onda heç olmasa komissiya niyə? Mənə elə gəldi ki, bununla bağlı, yəni bu məsələ ictimailəşdiriləcək ki, oraya gələn insanlar da rahat gəlsinlər. Bildim. Bəs heç olmasa komissiya yaradıla bilərdi də. Bu komissiya yəqin ki, yaradılacaqdır. Çünki, bax, indi... Mən də ona görə soruşum, saat artıq... Yəni, orada Sahib mənim dediyi, orada olub bizim fragmentlər, yəni onları toplamaq, cəsər... Yox, indi aydın da, biz indi komissiyada qaparıb dəfn eləmir ki... Yoxdur, yəni bu məsələlərin də hələ bir olmalıdır və bu dəqiqə çox intensiv döyüşlər gedir və son bir neçə gün ərzində daha da intensivləşəcəyi qeyd olunur. Yəni ki, bütün bunlar hamısı əsas verir ki, müəyyən məsələlərdə tələskən Amma səhər saatlarında söylənildi ki, bugün artıq müəyyənləşəcək kimlər səlahiyyət bölgələri necə aparılır və s. Sahib müəllimin dediyi model işə düşürlər. 3 nəfər ki, orada müvəqqəti hökumət kimi hazırlaşır. Bəli, 3 nəfərdən birinci kimin adı yazılsa, o ən çox şanslı hesab etmək olar. Gələcək hakimiyyətdə təmsil olması üçün. Mən bu fikirdəyim ki, orada kimin adının birinci yazılmasından asılı olmayaraq, burada bütün prosesləri hələ ki idarə edən başındakilərin bir neçəsi məhv olunsa da Sepahdır. Sahib müəllim, siz Sepahı düzgün qiymətləndirirsiniz ki, Sepah böyük gücdür, həm də başqa ordulardan fərqli, həm də iqtisadiyyatı onun əlindədir, iqtisadi gücü də var. Ancaq ordunu da kənara qoymaq olmaz, polisi də kənara qoymaq olmaz. Mən xahiş edəcəm, bu xəritəyə də baxaq. Trumpın müraciətinə mən diqqətlə baxdım, o yalnız Sepah demədi, o ordu dedi, Sepah dedi, polis dedi, təhlükəsizlik xidmətləri orqanlarının adını çəkdi. Yəni tək Sepahdan söhbət getmirdi. Təhlükəsizlik xidməti kimdir? Həm də Sepahdır. Həm də polis kimdir? Basislər kimdir? Yəni geniş səlahiyyəti var. Raketi kim atır? Amma Trumpın söz çıxışına baxın. Ordunun adını çəkdi. Müdafiə ordunun adını çəkdi. Orduya müraciəti oldu. Ordu ilə belə çox belə... Birinci Sepah ortaya düşmüşdü. Birinci ordudan danışırdı. Lap birinci ordudan söhbət getdi. Təşəkkür edirəm.